Salam Demon TV izləyiciləri. Mən bugün sizə Huawei Y620 telefonunu recovery menüsünü açmağı göstərəcəm. Birinci telefonu butonka basıb saxlayırsınız. Sonra söndürürsünüz telefonu. Telefon söndükdən sonra yandırıb söndürmə düyməsini, bir də səs çoxaldıcı düyməsini basırsınız. Səs gəldikdən sonra yandırıb söndürməyə buraxırsınız. Və indi recovery menüsü gəldi. Buradan sistem yazmaq, buradan məsələn root flash kimi sistemlər yazmaq, buradan telefonu format edirsiniz. Bu günlük bu qədər. Bir də gələn görüşlərə qədər.